Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Haradır bura? Bax, Masazırın kruqudur. Bura, gördüyünüz məşhur Embavut dükanıdır. Bu dükanın böyründə də 11 saylı məktəbdir. İndi gedək bizim binamızla tanış olaq. Binamız da bax, bu binadır. Düz yolun qırağındadır. Burada bir gözəl bir mənzillə sizi tanış eləyəcəm. Gedək bina ilə də birinci tanış olaq. Hə, bax, bu da bizim məhəlləmizdir. Gözəl 5 mərtəbəli binadır. Bax, altında parkovkası da var, özünün yeraltı dayanacağı. Su çəni var, su ambarı var bu binanın. İndi gedək bu mənzillə də tanış eləyək. Mənzilimizlə baxın 3-cü mərtəbədə yerləşir. Keçək indi mənzillə də tanış olaq. Hə dostlar, bax bu da binamızın blok hissəsidir. 3-cü mərtəbədəyik. Gəlin gedək mənzillə də tanış edeyim sizi. Çox gözəl, səliqəli bloku var. Qapıları zadı hamısı görürsünüz, hamısı birəbir eyni qapılardır. Genişdir bloku da. Ya Allah, bismillah. Gəlin. Hə dostlar, bax bura giriş hissəsidir. Bax girişdə görürsünüz belə bir şkafı da var. Açmıram ki, operator qardaşımız deyib ki, mən düşməyim video. Gəlin, bax bura qonaq otağıdır. Keçin zəhmət olmasa qonaq otağını göstərin. Bir şey də qeyd eləyək. Bax burada gördüyünüz bütün əşyalar qalır. 75 kvadratdır. 3 otaqdır. Yəni ki, indi qonaq otağını gördünüz, o birisi otaqlarda da gəlib baxacaq. Otaqların hamısı işıqlıdır. Yəni ki, içdən içə otağı yoxdur bu mənzilin. Gəlin bura zəhmət olmasa. Bax, bura sanitar qovşağıdır. Sanitar qovşağını da göstərin. Baxın, neçə kvadratdır bu kondisionerimiz? 100 kvadratlıq. Yəni kondisioneri də göstərin. Bax, 100 kvadratlıq kondisioneri də var. Qiymətini deyək də, qiyməti 108.000 manatdır, kondisioner qalmaq şərtilə. Bir dənə bu kondisioner götürürsə, yəni 106.000 manat ev sahibi deyib ki, son qiymətidir. Düzdür qardaşım? Keçək bir dənə deski otağı da çəkək, göstərək. Bura uşaq otağıdır, yataq otağıdır. Bax, görürsünüz, buranın da pəncərəsi var. Yəni, ətraflı çək, zəhmət olmasa, əladır. Bax, lüstrdur, pərdədir, bax, bu mebellərdir. Hər şey qalacaq. Bura mətbəx hissəsidir. Bax, mətbəx mebelinə baxın, yəni gözəl mətbəx mebeli var. Burada bir dənə sürpriz var, onu da göstərəm sizə. Bura paltar yuyan üçün yer ayrılıqdır. Və paltar yuyan da qalacaq. Bir dənə xaldeniki yoxdur da, mənə başa düşdüm. Xaldeniki yoxdur. Bax, burada da bir dənə buranı da göstərim.